Dünən səni gözləyirdik, amma dünən nədənsə gəlmədin. Yardımçın gəldi, köməkçin gəldi və söylədi ki, Rəqsanə gələ bilməyəcək. Niyə gəlmək istəmədin ki? Əvvəla hər kəs salamlayıram. Bugün də yəqin gəlmək fikrində deyildim. Amma aramızda münasibət var. Zaur, səni çox istəyirəm. Amma heç istəməzdim ki, bu qədər efirdə deməyə, insanlar xərcə düşdü, bu oldu, o oldu. Məncə bunlar lazım deyil. Amma bu kiçik bir məbləğ deyil Rəqsanə. Nə qədər böyük məbləğ olsa da, mən onsuz da bu haqda açıqlama verməyəcəm. Bugün mən bura çox çətin bir vəziyyətdə gəlmişəm. Görürsünüz, ayağımda da heç mən yüngül bir yəni keta ilə çıxmışam. Və yəqin tamaşaçılarım başa düşərlər. Çünki ağrıyıram, valla halım yoxdur. Yəni güc bəla ilə gəlmişəm. Rəqsanə, bir daha söyləyirəm, biz araşdırma apardıq və bütün hesablamaları götürdük və gördük ki, bu az bir məbləğ deyil. Məbləğ çox böyük məbləğdir. Bunu məncə açıqlamanın heç bir... Niyə ora xərclədin ki bu pulları? Sadəcə ora maraqlıdır. Belə lazım. Başqa şey də eləyə bilərdin. Yəni, sənətçisən. Elə bir iş görə bilərdin ki, tamam başqa bir sahə ilə, tamam başqa bir iş. Niyə məhz ora? Çünki məbləğ yəqin hər birinizə maraqlıdır. 100.000 manat. 100.000 manat az bir məbləğ deyil Rəqsanə. Zaur, mən heç də danışmayacağım. Yəni... Sən xətrifə də dəymək istəmirəm. Çox sağ ol, gəldin amma, bax gəlmirsən, bura qədər gəlirsən və deyirsən. Salmadım, gəldin. Amma mənim üstümə xahiş edirəm, getmə, mən danışmaq istəmirəm, danışmayacağım yəni bu haqda. Ən azından televiziya qarşısında tamaşaçılarımız oturublar, dünəndən bu söhbət gedir, hamı maraqlanır, hamı deyir. Belə olmalıydı, belə oldu. Yenə də şükür bu günümüzə, amma mənim üstümə getmə, xahiş edirəm, valla halım yoxdur, çox halsızam. O qədər ağrıyıram ki, güclə gəlmişəm. Niyə, nə oldu sənə? Halsızam, halım yoxdur valla, çox halsızam, dəhşət halsızam. Yəni enerji yoxdur, halım yoxdur, addım atıb güc bəla ilə gəlmişəm. Yəni sən onu eləyəndə ən azı bilməliydin ki, belə olacaqsan. Yəni o addımı atmaq, o hərəkəti etmək... Bax, dilimin ucundadır, istəyirəm part deyəm. Yox. Hə? Bu bəlkə razılaşacaq özdə. Sən desən də mən durub gedəcəm Zaur. Amma demə, xahiş edirəm. Əgər mənə hörmətin varsa, mən bugün sahib bura bu halda gəlmişəmsə... Sən heç danışa bilmirsən. Ona görə demə. Valla çox yorğunum, ağrıyıram, həqiqi ağrıyıram.